Salam şagirdlər. Deməli bugünkü sualda natural ədədlərə aid olan bir sualdır. Bu sual sadə amma nisbətən çətin anlaşılan tipdə olan sualdır. Burada əsas görə biləcəyimiz məqam bu misalda əbob A üstəgəl B və A çıx B bərabərdir 1 şərtinə fikir vermək lazımdır. Birinci növbədə siz bilməlisiniz ki, əbob A üstəgəl B, A çıx B 1-ə bərabərdirsə, yəni burada olan A üstəgəl B və A çıx B ədədləri qarşılıqlı sadə ədədlərdir. Deməli, biz burada A çıx B-nin A üstəgəl B-yə nisbəti 12/28-dir. Burada 12 və 28 qarşılıqlı sadə ədədlər olmadığı üçün biz bu 12 və 28-i 4-ə ixtisar aparırıq. 12-ni 4-ə bölürük, 3 qalır. 28-i 4-ə bölürük, 7 qalır. Və nəticədə biz A çıx B bərabərdir 3 və A üstəgəl B bərabərdir 7 ifadəsini ala bilərik. Çünki 3 və 7 qarşılıqlı sadə ədədlərdir və əbobda gətirib yerinə qoysaq 3 deməli 7 və 3-ü yerinə qoysaq burada əbob 7 və 3 qarşılıqlı sadə ədədlər olduğu üçün onların əbobu 1-ə bərabərdir. İndi gəlib burada sistem tənliyi alt-alta toplasaq olar 2A bərabərdir 10, A bərabərdir 5. Hər hansı tənlikdə gətirib A-nın yerinə 5-i qoysaq 5 üstə gəlsin B bərabərdir 7, B bərabərdir 2 almış olaraq. Və nəticədə bizdən A bölünsün B ifadəsini soruşduğu üçün A-nın yerinə 5, B-nin yerinə 2 qoysaq bərabərdir 2,5 və cavabımız 2,5 olar. Sağ olun.